Deyəsən bu yara axırda məni kör eləyəcək. Bundan sonra Muxtarı bir gözlü qəbul eləmək məcburiyyətindəsiz. Sənə arzuna çatmaq üçün 2 göz lazımdır. Odur ki, şübhən olmasın. Bu yara gözünü kör eləyə bilməz. Yadımdadır, mənə nigahlandığın gün səndən nə soruşmuşdum? Bəli. Soruşdun ki, Ömrə, niyə məqam, mənsəb sahibi və şahzadə elçilərin olduğu halda bir əkinçinin arvadı olmaq istəyirsən? Atam əsəbləşib məni dəli adlandırırdı. Sən dəlisən Ömrə. Bu qədər məqam və mənsəb sahibi olan cavanlar sənin həsrətini çəkirlər. Sən də o tələf iyi verən bir əkinci kişidən yapışmısan deyirdi. Bilirsən, Ömrənin özü kimi olan qızlardan fərqi bu idi. Onlar ər axtarırdılar. Mənsə həmsəfər. Onlara bir yastığa baş qoyan lazımdı, mənə həmrah. Mən elə bir hədəf arzusunda idim ki, nişanəsi əlinin eşqidir. Muxtar 2 alovlu gözləri bir bəhanə idi. Seçimimdə yanılmamışam. Gözünün yarası mənə şahiddir. Qulaq as mənim həyat yoldaşım. Sübh açılar-açılmaz yola düşürəm. İnşallah hara? Sirrimi təkcə sənə deyirəm, Ömrə. Mən Məkkəyə gedirəm. Onda mən də həmsəfər olaram, dost. Bəs səfərə tək çıxacaqsan? Tək deyiləm. Sən qəlbimdəsən. Kaş sənin yanında ola biləydim. Ömrə. Ömər Səd və Şümr İbn Zilcövşən kimiləri yolumun üstündə tələ qurublar. Sən olsan, onların tələlərindən qaça bilmərəm. Sən zindanın çətinliyindən və Meysəm Təmmarın vədəsindən danışdın. Bir halda ki, Küfədən qaçmaq istəyirsən, qiyam vəzifən necə olacaq? Hal-hazırda qiyam üçün şərait münasib deyil, Ömrə. Mənə bu qiyam üçün ən azı 2-3 il lazımdır. Eşitmişəm Ali Zübeyir Məkkədə Yezidə qarşı müxalifət bayrağı qaldırıb və Yezidilərlə müharibəyə hazırlaşırlar. Odur ki, mən Məkkəyə gedirəm. Mümkün olsa Zübeyrin oğlu ilə razılığa gələcəm və Yezidin burnunu yerə sürtəcəm. Kaş Məkkənin əvəzinə İrana gedəydin, Muxtar. İranda öz məqsədinə daha tez çatardın. Sən haqlısan, Ömrə, əgər qəlb evimi təmizləmək istəməsəydim. Amma ruhumu zəmzəm suyu ilə yumağa gedirəm. Əbu İsaqın səndən öz məqsədi barədə danışması qeyri-mümkündür. Görünür zərbini yaxşı tanımamısan. Zərbini tanımamağın bir yana, Əbu İsaqı da tanımamısan. Əbu İsaqı mən böyütmüşəm, bacı oğlu. Sən nə bilmişdin?